dənizlə qonşuluq eləyir Şabran rayonu. Dənizdən əsən küləklərin nəfəsi dağların nəfəsinə qarışır. Onların bu əbədi dostluğu burada yaşayan insanların təbiətində də öz izini qoyub. Şabran Bakıdan şimalda, 120 kilometr aralıda yerləşir. Qədim tarixi mənbələr Şabranın 5-ci əsrdə Sasani hökümdarı 1-ci Xosrov Ənişravan tərəfindən salındığını göstərir. Şabran haqqında antik Yunan alimi Ptolomeydən tutmuş Abbasqulu Ağa Bakıxanova qədər bir çox müəlliflər geniş məlumat verirlər. Samur Abşeron kanalı və 1914-cü ildə çəkilən Şollar-Bakı su kəməri Şabran torpağından keçir. Şabran rayon kimi 1930-cu ildə təşkil olunur. Qucaqdır Şabran, tarixlər şahidi, mərlər oynar, vətən qalasıdır, qucaqdır Şabran. Uca zirvəsində çınardan tacı, doğma dünyanımın nur ehtiyacı. Əbədi bir qanunu var torpağım. O nə rəngini dəyişir, nə də ətrini. Bir də torpaq heç vaxt insanın zəhmətini itirmir. Aldığının əvəzini 1000 qat qaytarır. Dağ yerində əkin-biçinin çətinliyi çoxdur. Bəlkə də elə bu çətinlikdir dağ çörəyini daha da şirinləşdirən. Və bu çörəyin halallığı elə balacalıqdan adamların ruhuna olur. Öz etnik rəngarəngliyi ilə seçilən şimal bölgəsinin mətbəxi də çox zəngindir. Qubanın şahplovu, Xaçmazın ərişdəsi, Qusarın çıkanı, Siyəcənin balıq ləbəngisi adlanır. Çox rayonlarımızda xatirəyə dönən fəsəl və yarma dolması Şabranlıların ən ləziz təamlarındandır. Zaman-zaman toyların bəzəyi olub Qarazurna. Dağları, daşları yerindən oynadıb onun zənguləsi. Nəsil-nəsil insanların xatirəsində onun işıqlı səsi yaşayır. Qarazurnanın nəfəsindən qanımız coşur, ruhumuz qol qanad açır. Şabranın ən qədim kəndlərindəndir Pirəbədil. Yerli sakinlər deyir ki, bizim kəndin binası elə xalça ilə qoyulub. Adını bu kənddən götürən Pirəbədil xalçası hələ 100 il əvvəl Avropanın böyük şəhərlərində keçirilən sərgilərdə laf başdan asılırdı. Ümumiyyətlə, şəhərin qızmar yay günlərindən başını götürüb qaçanların sevdiyi bir ünvanlı Qalaaltı. Bu istirahət ocağı məşhur Çıraq qalanın qonşuluğunda yerləşir. Şabranın Çıraq kəndi ərazisində,
Sıldırım qayanın zirvəsində qərar tutan Çıraqqala igidlik, ərənlik, məğrurluq rəmzi olub həmişə. Babalarımızın bir əli əkin biçində, bir əli də silahda olub. Çünki Azərbaycan zaman-zaman yad ellilərin hücumuna məruz qalıb. Elə 6-cı əsrdə müdafiə məqsədi ilə tikilmiş Çıraqqala da bu həqiqəti söyləyir bizə. Orkestr. Mesela sen çalırsan reyde düz değil. Yani ki bunlar farklı. Ondan çalır reyde. Sen lariyatsan, tarzansan, tarlar hakkında her bir şeyi sen dəqiq bilməlisən. İndi isə götürürsən, bax, misalsın, aparatlı, bu lopzik deyirlər buna. Bax, qazıyırsan, yavaş. Ondan sonra başlayır içərisini hamarlamağa. Görürsən. Ancaq bu tut ağacından hazırlanmış çanaqdır. Yəni ki, bilirsən ki, məşməşə ağacından, yəni ki, qaysı, ərik deyirlər də, o ağacdan ən yaxşı tar ərik ağacından bir tut ağacından olar. Bax, görürsən ki, biz indi misalsın bu qolu bütün yerini birləşdirəcəyik, bax, bu formada. Və görürsən tar oturdu yerinə. Tarları götür gəl. Ha, mənim də tarımı gətirdin xəya. Tarı kökləmişsən bayat tükürdə. Ha? Görək. Bayat tükürdə kökləmişsən də. Qəşəng indi bir dənə bayat tükürd ifa eləyərsən. Oxutar, səsindən ən lətif şeirlər dinləyim. Oxutar, bir qədər nəğməni su kimi alışan ruhuma kiliyim. Oxutar, oxutar, səni kim unudar? Ən geniş kütlənin acısı, şərbəti, alovlu sənəti. Mikail Müşfiqin bir vaxtlar unutqanlığımıza ittiham kimi səslənən bu yanğılı misraları tarın ömrünə təzə bir ömür caladı. Bayramı bu sənətə bağlayan tarın ilahi, ecazkar səsindən çox unudulmaz Müşfiqin bu şeiri olub. Yay xeyir-bərəkət, ruzi fəslidir. İndi adamların çoxu bar-bəhərlə dolu tərəvə sahələrində, tək meyvəsindən yox, könül açan mənzərəsindən belə doymaq olmayan bağlardadır. Həmişə belə olub. Çünki yayda zəhmət çəkməsən, qışda əziyyət çəkərsən.
Qədim Alban tarixçisi Musa Kalankatlı Qafqaz Albaniyasında məbədlərin tikintisini bizim eranın 1-ci əsrində başlandığını yazır. Bu cür məbədlər Kəlbəcərdən İsmailliyə qədər uzanan böyük bir ərazidə hələ də qalmaqdadır. Əsrlərin yorduğu bu məbəd Kirval kəndində yerləşir. Tarixin çox tufanlar əsib Şabranın başı üzərindən. 1500 illik tarixi olan bu qədim yurt yerinin yaddaşında 1001 kitaba sığmayan əsatirlər, əfsanələr və dastanlar yaşayır. Bu qədim torpağın qurub yaradan insanlarına güc verən də elə bu dərin yaddaşdır.